olmadı da bildiğim olmadı. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yanvar ayının 29-dan sosial layihəyə start verib. İttifaq üzvlərinin sağlamlığının qorunması məqsədi ilə bölgələrdə fəaliyyət göstərən ilk Həmkarlar İttifaqı təşkilatlarının sədrləri üçün növbəti 3 günlük istirahət proqramı təşkil olunub. Son illər təhsil işçilərinə göstərilən diqqət və qayğı, həyata keçirilən sosial yönümlü layihələr və mərhələli islahatlar geniş məmnunluq doğurur. Hazırda Zaqatala, Balakən, Qax rayon komitələrini təmsil edən 46 nəfərdən çox ilk Həmkarlar İttifaqı təşkilat sədrləri ailə üzvləri ilə birlikdə istirahət imkanlarından yararlanır. Proqram Günəşli, Abşeron, Buzovna, Şıx və Miras Sanatoriya kurort mərkəzlərində təşkil edilib. Bizim qonaqlarımız çox hörmətli elm və təhsil işçilərinin, Həmkarlar İttifaqının üzvləri, çox hörmətli müəllimlərimizdirlər. Müəllimlərimiz bizə istirahətə gəliblər, həftə sonunu bizdə keçirdəcəklər. Qonaqlarımız Balakən, Zaqatala, Qax zonasından bizə təşrif buyurublar. Bizim sağlamlıq mərkəzinin əsas istiqaməti nevrologiyadır. Sinir, əsəb pozuntusu olan qonaqlar üçün nəzərdə tutulmuş bir sağlamlıq mərkəzidir. Biz bugünkü gün onlara il boyu topladıqları o yorğunluqdan qismən də olsun azad olmaları üçün şərait yaradırıq. Müalicələrlə, proseduralarla təmin edirik. Belə ki, biz onlara vanna, masaj proseduraları veririk. Həftə sonunu təmiz təbiətin qoynunda, dənizin gözəl xəzri havasını almaları üçün, dincəlmələri üçün şərait yaratmağa çalışırıq. İnşallah onlar da bizdən razı qalarlar. Qismən də olsa dincəlib yola salarıq onları. Biz tanımadığımız simaların bir ailə kimi birləşməsində kimlərin ki əziyyəti var, vasitəçi olanlara çox təşəkkürümü bildirirəm. Bu 3 gün müddətində biz 450 kilometrdən artıq yolu basıb gəlmişik. İstirahətimizi edə bildik, şükürlər olsun. Bizə göstərilən qayğıya görə hər kəsə minnətdarlığımı bildirirəm. Ən kiçik xidmətə kimi bizə gülər üzlə qarşıladı personalın hər biri. İnşallah bu addımların, yəni deyilir ki 100 kilometrlik addım bir addımla başlar. İnşallah ümid edirik ki bu 3 gün, 5 gün olacaq, 5 günlər 7 gün olacaq, davamlı olacaq. Təşəbbüslərin ardıcı olacağına inanıram inşallah. Biz bu təşəbbüsə qoşulmuşuq. Yəni bu təşəbbüsün irəli sürülməsində bir çox insanların əməyi vardır ki, təbii ki, bu cür şəraitin yaradılması, sağlamlıq mərkəzlərində insanların istirahət alması üçün, şəraitin yaradılması üçün əlbəttə ki, cənab prezidentimizə, həmçinin sanatoriyada olan, bizi qarşılayan həkim, tibb bacılarının da əməyini mən burada demək istəyirəm. Çox gözəl, gülər üzlə qarşıladılar bizi. Demək, yod brom vannasını aldıq biz. Sonra masaj var burada. Yəni müəyyən kim nə istəsə buradan yararlana bilir bir sözlə. Çox bəyəndik. Yəni belə təşəbbüslərin davamlı olmasını arzulardıq təbii ki. Biz müəllimlərə çox lazımdır. Belə təşəbbüslərin irəli sürülməsi əlbəttə ki, ürəyimizcə oldu. Çox sevindik. Qeyd edək ki, ötən il 30 mindən artıq təhsil işçisi ailə üzvləri ilə birlikdə e-ahek.az elektron rezervasiya sistemi vasitəsilə qeydiyyatdan keçərək istirahət imkanından yararlanıb. Ötən ay ərzində 449 nəfər yollayışla 700-dən çox təhsil işçisi ekskursiya və turlara cəlb olunub. İndiyədək 253 nəfər ilk təşkilat sədri olmaqla bu cür istirahət imkanlarından yararlanıblar.